Şeyx, həmçinin bir neçə başqa sual da var. Bəli, buyurun. Və maraqlı suallardan biri də odur ki, izləyicilərdən biri sizin videolarınızı izləyir və alta belə sual yazıb ki, İslam dini deyilir ki, bərabərlik dinidir. Və necə bərabərlik dinidir ki, Quranda həm kişi qadından üstün götürülür. İkinci məsələ, Allah qatında ancaq ondan qorxanlar üstündür. Üçüncü məsələ isə ananın haqqı atadan daha üstündür. Yəni, bu üstünlüyü necə başa düşmək olar deyir. Elhamdülillah, bilirsiniz, o bərabərliyə birinci düzgün baxış lazımdır. Əgər biz elə yanaşsaq, onda nə üçün Allah Teala biri uzun, hündür yaradıb, birini qısa yaradıb, hanı bərabərlik, birini varlı yaradıb. Biz bu qapını açsaq, bu cür yanaşsaq, onda çox şey demək olar. Lakin Allah Subhanahu Teala sadəcə bunu bilmək lazımdır ki, Allah Subhanahu Teala heç kəsə zülm eləməyib. Fəqət, bəli, kişi ilə qadın eynidir savabda, ibadətdə. Elə bir yeri yoxdur ki, məsələn, qadın namazda az savab qazanır, kişi isə çox. Yox. Sadəcə orada fərq nədədir? Fərq özündə də bilinir. Əlbəttə, kişi qadından müəyyən məsələlərdə güclüdür. Ona görə müharibədə əsas olaraq iştirak edir, çox yerlərdə olaraq iştirak edir. Bu fərq var. Bu da alçatmaq deyil. Yəni, bu bərabərliyi belə yanaşmaq ki, bu kişi qadından üstündür, qadını alçatmaq deyil, ələ başa düşməyim. Kişi əksinə qadının qoruyucusudur. Və həmçinin sonra hansı misal gətirdilər? Ananın atadan üstün olmalı. Ana atadan, ikisi də eynidir, atanın da öz yeri var. Ananın da sadəcə ana övladı daha çox əziyyət çəkdiyinə görə şəriət ona qiymət verib. Şəriət ona qiymət verib anaya. Bu bir anaya hörmətdir. O mənada. Yoxsa bu o demək deyir ki, ana əfsəldir atadan. Yox. Atanın öz yeri var, ailədə ananın. Sadəcə ana uşaqlıqdan, əsas anadır uşaqla çalışan. Şəriət ona bir hörmət eləyib. Bəli. Sonra nəsə yenə qəribə acayib bir kişinin qadını üstündür, Allah qatında. Allah qatında. Allahdan qorxanlar əlbəttə. Biri var Allahdan qorxur, biri də var Allahdan qorxmur, hər nə gəldi eləyir. Yəni siz deyirsiniz, onlar eyni olsun. Eyni olsun, eyni olmaz artıq. Yox. Bərabərlik məfhumu biraz düzgün yanaşır. Bəli.